Salam dostlar, 1 VS4'lerin kraliçası sizləri salamlayır. Bəlkə də bir çoxunuz bilirsiniz, bəlkə də bilməyənləriniz var. Bilməyənlər üçün bu videonu paylaşıram. Əşi, bu qrafiti nəyə lazımdır? Oyun nə qədər qrafiti verir? Backstreet'də bezdik sözlərimizi axır ki PUBG Mobile eşitdi. Mən öncədən 500 mindən çox çevirmişdim. Sadəcə sizə göstərmək üçün yenidən çəkirəm. Diqqətlə baxın. Buradan istifadə etmədiklərinizi seçirsiniz və aşağıda sərvəti işlə sözdə basırsınız. Kazanılan sərvət sözünün üzərindəki sarı xətt tamam olanda sandığı aça bilərsiniz. Qeyd edim ki, hər sandıq açılımı 2000 puan istəyir. İlk öncə sosial ödülləri alandan sonra malzəmə ödüllərinə keçid edirsiniz. Videoda sizlər üçün hər bir detalı göstərirəm. Diqqətlə baxın. Dostlar, mən bu sandıqdan 6 destansı emblem və 11 material əldə etdim. Bu arada sizlərdən bir xahişim var. Profilə keçid edərək biodan YouTube kanalıma abunə ola bilərsiniz. Bu video YouTube kanalında da paylaşılacaq. Dəstək olsanız sevinərəm. Ümid edirəm ki, bu videoyla bir neçə nəfərə də olsa kömək etmiş oldum, xəbər vermiş oldum. Bu videoya sona can baxan, bəyənən hər kəsə təşəkkür edirəm, sevilirsiniz.